Ay ay. Güzel idi. Ha. Oo, ne boyun? Şunu koyma. Burada mı soruştum 15 manat dedi bizdə Azərbaycanda bunu. Nə təş deyəcək indi? Bu nədir? Mən nə pul verdim? Hamıya salam. Yeni bir Temu videosu ilə qarşınızdayıq. Maraqlı video olacağına inanıram. Geçen bir böyle bağlamamız var. Görək içində nələr var. Çox maraqlı şeylər sipariş vermişik və minimum qiymətə. Nə az, nə çox 250 manat eləyirdi buradakı məhsulların cəmi. Amma bunu xanım kod paylaşacaq indi sizinlə də. 50% endirimlə 125 manat cəm ödəniş eləmişik bu məhsullara. Bir hamısını sizə göstərəcəm. Başlayalım. Başladı. Və tez gəldi. Nə əcəb, sadəcə 800 günə falan gəldi çıxdı. Bu demək nədir? Göstərim sizə. Maraqlı, dostlarınızla çölə bayra getdiniz, rumka, dağda, dərədə, səliqəli rumkadır la bu. Biz var şeyini aldıqlarımızı qoyalım. Çox Qəşəngdir bu, şirin. Bundan deyirsiniz, atırsınız maşına zapas qalır, yəni zapas rumkavız olur maşında. Bu da mənlik deyil, testerdir. Bu demək testerdir. Mən bildiyiniz üzrə akkumulyator satıram, Bakı hissələrindən bana çatdırma, bıraşdırma pulsuzdur. Reklamımızda elə. elə. Sizin ekranınızda olacaq. Bu dinamo yoxlamaq üçündür. TSK dinamoda yoxlamaq üçün belə bir şeydir. 13 manat cəm pul vermişəm, çox səliqəli. Yox, əstəğfurullah. 6 manat. 6 manat pul vermişəm, endirimdən 4 manat qəpəzada yarı çıxdı. Hardasa. Demək göstərəcəm onu sizə. Burada yüksün məhsullar çoxdur, çünki mənim kodumdan istifadə edib alış-veriş elədiyinə görə özünə lazım olan məhsullar daha çox alır. Demək taxırıq bunu akkumulyatorun minusuna, buranı da qoyuruq plusa. Düyməni basırıq. Olur normalda da. Fərqli olur bunun, başqa cürləri də var, indi bilmirəm almışam ya yox. Qoyursan dinamonu yoxlayırsan qardaş. Şimdi aktivsanız zapas qalır. Ay bu nə gözəldir. 4 manat almışam deyirsən. Ay ay. Gözəl idi. Yenə aslında. Niyə sindin? Maşın aksesuarı bu. İçindən bura gəldi, çıxdı bunu. Həmişə mən belə eləyirəm. Sən nədir bu? Bir manatlıqla gəldi. Buralar falan da, yəni maşın üçün aksesuardır. Bəlkə də Kurulumu işləmir. göstərib burada. Baxıb sonra eləyək. Düzəltdin. Bunu qoysan günün qabağımızda da sorana da yəqin ki elə bir şeydir. Buyurun baxın, bunu artıq 3 manat almışdım təxmini. Qardaş, bunu bizdə bir səhifə tapdın demək. Həmin səhifədə neçə idi bu, deyim də sizə. 15 manat idi, yoxsa 20 manat mı demişdim buna. Bunu qoyursan belə maşına, sağa sola dönəndə eləyəndə bu da dönüb sağa sola dönə. Hamıya lazımdır, mütləq. 3 manata aldım bunu mən. 3 manata. Buradan mı soruşdum 15 manata dedi bizdə Azərbaycanda bunu. Nədir? Və indi gecə olanda məsəl üçün bunu taxırsan başına rahatca belə. Tamam, bir şey yok mu? Çünki bunu taxırıq başımıza səliqəli. İşıq tutur, yandırırıq. Belə tuturanda, bunu tutuyorsun. Rahat bir şeydir bu. Video falan da çəkənlərində səliqəli diyorsan. Bunu bilməmişdir, işləmir, yoxlayacam bir hamı. Yəqin ki, batarya lazım. Özayət qaynandı. Günəş üstündə şey qoymaq üçün. Yumrucaq da. Nədir yumru işləmir. Bunu nəsə düzəldənmədim. Ooo, nə boyun? Bunu qoymayı ucuz almışdım, mən Osman qaldım işte. Çox münasib düşdü qiymətlər. Çünki endirim kodundan istifadə edildik. Belə bir şeydir. İlk sifarişinizdə siz də istifadə edə bilərsiniz. Hətta 150 manat kuponda. Hamısının kodlarını yazdım aşağıya. Su qiymətini Temuya mən nəsə belə girdim, baxdım 200 manatlıq mal yapım. Və hələ ki gördüyünüz kimi maşın aksesuarları həqiqətən çox hamısı keyfiyyətli gəlir yəni. Bu eyni şeydir, yəni buradakılar da Çindən gəlir, belə bilmə. Çin malları buradakıların hamısı. Bu nədir? Hamama falan atma. Necə qoşaydı? 2 manata yaxşıdır. 2 manat aldım hə. 4 manata falan da var idi amma mən 2 manat aldım. Normal, qəşəng. Belə. Şkafın silməni falan içinə qoymaq üçün çox səliqəli orqanizerlərdir. İçinə yığırsınız. Şkafın içində həm dağınıqlıq olmur, həm də ki səliqəli görsənir. Neçə almışdım yadımda? Hardasa 3-4 manat civarı olmalıydı. Burada göstərdiyimiz şey maksimum ən bahası 9 manat olar da, ən bahası. Yəni hələ çox şey almışıq, bəzilərini göstərmirik indi videoda, çox olmasın deyə, video uzanmasın deyə lazımsız şeylərdir. Yəni ən bahalı şey 9 manat, 8-9 manatdır. Məsəl üçün Öz içində də 4 dənə dizəm. yaxşıdır, əladır. Bir silməni tutacaqlar. Belə bir kolonkamız var.
Lazım olar da getdir dənizə də maşın uzaqdadır. Kalankan qoşursan balaca maşındır. Həm də onu deyim ki, bunu alanda ora marka yazılmışdı. Yəni ki, biri var elə belə, amma ki bu həqiqətən təsdiqlənmiş markanın idi. Bu biraz baxaydı. Yox. Oradasa 11 manat olmalıydı, səhv eləmirəmsə. Endirimdən ucuz düşdü. 11 manat idi, endirimdən gəlib düşdü. 8 manat. Orası doğru. İndi yoxlayacaq. Yoxlayacaq. Stoka videolar göstərəcək. Təsdiq qoymağa görürsünüz, bax 4 dənə başlığı var. Həm USB başlığı var, həm Type-C başlığı var. Üstündə də şeyini də göndəriblər, USB-sini də göndəriblər. Qiyməti də 2 manat olmalıydı. Bunu mən 28-də soruşmuşdum, 6 manat idi. Ümumiyyətlə bu firmanın adını oxuyanmıram. Təbii ki, çünki oradan gətirib satdıqlarına görə də hər halda üstünə qazanc qoymalıdırlar da. Amma Demirik, eləsinlər qazansın, yəni amma normaldır. var da, fakt bunu 2 manata gəlir bura. Götürün. Nədir bilmirəm. Sən bunu alırsan. Ana, demək qardaş, yay gəldi, indi maşın sürənlər məndən Keçən fikirlər. videoda ki, mənim şəxsimə kontrol verdi. Özünə 2 dənə alır. Açdındır. Maşın sürənlər bilər ki, yayda ayaqqabıda alınmır da, yəni bir şeyə. Çox qəşəngdir. Necədir bu? Yəni Bakıda yəqin ki 15-20 manat Ay, var. 11 dedik, 15 manat falan aşağı almaq olmaz. 6 Çünki manat çox almışam. tarzı. 6 manat. Qəşəng görsən, şu əgər molu görmüşsən, yanını tərsləyərik. Bilmirəm, əgər olacaq, olmayacaq. Yenə ayaq qaldı. Oldu. Bu dəfə oldu. Çox rahat, səliqəli, çox professional. 6 manata əla olur. Şeydən Bu. almaq. Hə. Neydi? Neçə oldu? Bilməm. Bir manat yaşlı getib çıxdı. Görə bu nədir? Maraqlıdır. Maşını harasa saxladın, getdin, nömrəni qoyursan demək, yazırsan, kiminsə maşının qabağında, arxasında gəlib Nereden yığılır. görmüşüm ama ben başka duydum. Bu, Daha döndürmüşsün hoş. bu mənim üçün normaldır. Mən Bu burada yakışır oraya. yapışır mı? Hə, bu da yapışır. Ucuz aldım, mən mutfaq Çok aldım, ayarlı. aldım. Həqiqətən maşın aksesuarları. Yəni ilk dəfə sifariş verdi, heç maşına aid sifariş verməmişdi. Hər kim alışverişində olan. Mən də kadro almışam ama. Bu mənim özüm üçün aldığımdır. Belə. Qəşəngdir. Keçən dəfə aldığım biraz qıraqlarında qaralma oldu. İndi bunu aldım. Məncə bunda olmayacaq. Bu daha qəşəng görsənir baxın. Belə. 2 manat falan idi. Demək, əziz insanlar. Ziyarətdən geçən səliqə nə qədər görə bilirsiniz. Akkumulyator lazım olsa bu nömrələrindən inşallah əlaqə saxlayırıq. Bu da 2 manat idi. Belə. Rezinka, hamamda falan geyimi çox qəşəngdir. Demək, əziz dostlar, əziz qardaşlar. Yox, küçükdür, amma biraz balaca. Qəşəng. Buna görə bəlkə bir 15 dəqiqə vaxtımız yetdi. Hansıdan bu axtardıq ki, harda ucuzu var. Neçə aldım bunu? 2 manat. 2 manat. O bayaq göstərdiyimizin bu da şunurudur. 1 manat 27 pul verirsən. Özünə də amma şurup şurup. Bu şurup, hə. Bu da sənin üçün. Aşağı Baxın, görün. qalmış kabralarımız var. Sağ ol, fayın artıq olsun. Ay, çiftim aldık bu ismine. Amma kabro həqiqətən ucuzdur. Yəni kabro Nəysə görəm o həmişə yüzü Həqiqətən. kablosu məndə daha. kabro ucuzdur. Yəni 1-2 manata kabro havaydı. Çətin. Bitti. Bu da. Son bağlamam. Bunu 4 manata aldım. Olacaq. Bu daha balaca. Şimdi yoxlayıram. Birini çox bəyəndim yəni. Çox əlaydı. Bunu mən özüm də şəxsən. Bir. Bu amma balaca görsən. Nə? O bir dəfə oldu. Niyə də qorxdun da amma? Bəsdir. Qarsan. 300 manatlıq məhsul, 300 yox, yalançı olaram, amma 240-250 manat yaxın məhsul var. Kodun sayəsində 111 manat, yazmaz 111 manat verdik. 111 manat. Götürsün. Bu 45'ti, bu 44'tü, amma bu bundan böyüdür. Çin də, Çin məhsulları. Amma bu çox belə. gözəldir. Mən də bunu bəyəndim. Bu yəni çörək gözəldir. gəzməyə zədələn yemək olar sanki. Nəysə linkini istəsəz yazarsınız aşağıya. Mən oradan da yerləşdirə bilərəm. Hər Dediyim kəsə kimi, cavab veririk. Yorum yazan hər Kodu da qoyacağam. İnşallah istifadə eləyərsiniz, bəyənərsiniz. Bu qədər. İzləyin, like eləyin. Daha çox kargo videosu görmək istəyirsinizsə like, comment, sağ olun, Sağ olun. müğayət olun.